Tam təmirli, tam əşyalı, 3 otaqlı ev, 2 sota yaxın ərazidə inşa olunub. Evimizin darvazası birbaşa öz məhəlləsinə baxır. Qazı sayğacı var, işıq sayğacı var. Gördüyünüz o asfalt, yəni məhəllənin axırına qədər gələcək. 2-3 gün ərzində burada tam asfalt olacaq. Qəsəbə binə Safxoz ərazisində yerləşir. Kanal üstü Pekanin tərəfdə Taxta Aslanovkanın yaxınlığındadır. Evimizin ehtiyat su çəni var, əlavə 5 tonluq basenlə tikilib. Bu da yəni ehtiyat su çəni kimi istifadə olunur. O da bisetka hissəmizdir. Evimiz kombi radiatoruna qədər var. Gördüyünüz bu tok hissə evdən hardasa 50-60 metr aralıdır. Videoda onu bilirəm ki, yəni ona görə rəylər çox olacaq. Evimizin həyətyanı sahəsinin tam daşlığına qədər düzülüb. Kombi aparatı yığılıb bisetkanın altına. Gördüyünüz kimi evimizin belə bir çöl görüntüsü var. 4 bir tərəfdən qoşa daşla inşa olunub. Keçid evimizin daxili ilə də tanış olaq. Koridor sistemli 3 otaqlı evdir. Tam əşyalı da verilə bilər. Əşyalar çıxa da bilər. Tam əşyalı 57 min, əşyasız 55 min manata. Koridor qarşılayır bizi evimizin sol tərəfində. Mətbəx hissəsidir. Tam əşyalı verilsə əgər bir dənə bu xaladenik çıxacaq. Sağ tərəfdə evimizin bir yataq otağıdır. Kombi radiatoruna qədər düzülüb. Hər otağın öz şəxsi kondisioneri var. Gördüyünüz bu bütün elektronika 57 minə daxildir. Burada evimizin geniş bir dənə qonaq otağıdır. Evin bütün otaqları aboylu, tam hazır giryaşa vəziyyətdədir. Sanitar qovşağımız aksesuarlarına qədər var, işlək vəziyyətdədir. Burada da evimizin sonuncu bir yataq otağı, ev şəxsi tikilidir. Hardasa 85-90 kvadrata yaxın olar. Qiymət bir daha deyirəm, əşyasız 55 min, bütün əşyalar daxil 57 min xaldenik çıxmaq şərti ilə real alıcı ilə cüzi danışıb razılaşmaq olar. Əlavə məlumat üçün səhifədə əlaqə nömrələrimiz var.